13-cü sınaqdır, 20 test topusundan 13-cü sınağın 30-cu sualı ispat sualıdır. İzaha baxaq burada. M və M mərkəzli çevrələr bir-birinə xaricdən toxunurlar. D düz xətti bu çevrələrə A və B nöqtələrində toxunur. AB parçasının uzunluğunun çevrələrin radiuslarının həndəsi ortasının 2 misli olduğunu ispat et. Biz nə ispat etməliyik? AB parçasının uzunluğu, yəni AB bərabərdir. Çevrələrin radiuslarının həndəsi ortası, yəni kök altında, həndəsi orta belə tapılır da, kök altında həmin ədədlərin hasili, həmin kəmiyyətlərin hasili 2 misli. Orada 2 mislinə bərabər. Bax, biz bunu ispat etməliyik. Bundan ötürü nə edək? Çevrələrin mərkəzləri ilə toxuma nöqtələrini birləşdirək, yəni M və A nöqtələrini birləşdirək. Bunu böyük R ilə işarə edək. Hələ ki, işarə etməyək, amma qəbul edək ki, bu böyük R-dir. N nöqtəsi ilə də B nöqtəsini birləşdirək. Bu da bizim üçün kiçik R-dir. MN mərkəzlərini birləşdirsək, bura böyük R, o birisi tərəf isə kiçik R olduğu üçün bu parçanın ümumi uzunluğu R plus R olacaq. Buradan buraya qədər olan parça böyük R, buraya qədər olan parça isə kiçik R-dir. Və buranın 90 dərəcə olduğunu biz bilirik. Burada yaranan A bucağı ilə B bucağının 90 dərəcə olduğunu bilirik. Çünki radiuslar toxunana perpendikulyar olur. Burada kiçik R. N nöqtəsindən MA-ya perpendikulyar çəkək. Bax, belə bir perpendikulyar çəkdik burada. N nöqtəsindən bir də deyirəm AM-ə perpendikulyar çəkdik. Burada 90 dərəcə. BM parçası R olduğu üçün burada bir tutaq ki, K nöqtəsi deyək. AK parçası da bu K nöqtəsi. AK parçası da kiçik R olacaq. Ümumilikdə MA parçası böyük R olduğu üçün, bax bu parça böyük R olduğu üçün yerdə qalır MK-ya R minus R. Bu düz bucaqlı üçbucaq üçün biz Pifagor teoremi tətbiq etməliyik. Burada nə qaldı? AB parçası bizə lazım idi. Onu da tutaq ki, biz işarə eləyək bir X-la. Onda KM parçası da ilə X-a bərabər olacaq. KM parçası da X-a bərabər olacaq. Onda Pifagor teoremi necə olacaq? R üstə gəl R-in, yəni hipotenuzun kvadratından çıxsaq, R minus R-in kvadratı, yəni katetlərin birinin kvadratı bərabərdir X-in kvadratı, digər katetin kvadratı. Mötərizəni atsaq, A plus B-nin kvadratının açılışı R kvadrat, üstə gəl 2RR, üstə gəl R kvadrat, çıxılsın. İkinci mötərizənin açılışı R kvadrat, orada çıxılsın 2RR-dir, qarşıdakı mənfiyə görə üstə gəl olur. Üstə gəl R kvadrat, qarşıdakı mənfiyə görə işarəsini dəyişir, bərabərdir X kvadrat. R kvadratlar islah olur, kiçik və böyük R kvadratlar. Qalır 2RR, üstə gəl 2RR, yəni 4RR bərabərdir X kvadrat. Hər tərəfdən kök alsaq, biz alaraq ki, X bərabərdir. 4-dən 2 çıxar, digər radiuslar isə qalar kökün altında. Və biz belə ispat etdik ki, AB parçasının uzunluğu radiusların həndəsi ortasının 2 mislinə bərabərdir. Bu qədər. Sağ olun.